verir, təsəvvür edin. Yox, o başqa bir ata, ana yoxsa övladlar. Şəxsən Allah atamın, anamın canını sağ eləsin. İndi biz miflərdən Amma danışırıq. mən övladlarımı seçərəm. Yox, siz mifdən danışırıq. Çünki mənim valideynlərim müəyyən bir ömür yaşayıb. Bizim indi Amma mənim borcum övladlarım. Bu baxımdan da mən də sualı... Yox, üstünə düşmürəm. Bizim real problemi həll eləməliyik real problemi bəzən biz ehtimallar üzərində, bəzən biz miflər üzərində, nümunələr üzərində, təmsillər üzərində də həll eləyə bilirik. Niyə? Təcrübə onu göstərir ki, bircə dəqiqə. Sizin gələcəyiniz, bax o uşaqdır, o qızlardır. Sizin arxanız, dayağınız, bugün cavansınız, bugün gəncsiniz, əliniz var, ayağınız tutur, sizin qocalığınız var, sizin həyat qarantınız o balalarınızdır. Ona görə də səhər alnı açıq, onlardan nəsə belə deyim də, bir üz-üzə gələndə, heç olmasa üzünüz açıq olsun ki... Siz indi gözəl nümunə nümayiş elətdiniz. Yox, bugün o uşaqlarına baxmalıdır ki... Mənim uşaqlarım mənim həyat qarantım deyil. Sizin uşaqlarınızı müzakirə eləmirik biz Zahir bəy. Burada bizim real problemimiz... Əlinin uşaqları niyə əlinin həyat qarantı olmalıdır? Çünki hər birimizin uşaqları hər birimizin həyat qarantıdır. Çünki biz Azərbaycanlıyıq. Biz Azərbaycanlıyıq. Niyə uşağın çiynini biz o yüklə yükləməliyik? Amma Azərbaycan realı. Bugün ailəniz kiminlə yaşayır Zahir bəy? Atanız, ananız kiminlə yaşayır? Mənimlə? Niyə sizlə yaşayır? Onda sizlə yaşamasınlar. Mənimlə yaşayırlar, çünki mən olan övladlarıyım, tamam. Atanız, ananız. Mən baxıram ona görə ki, mən ona görə baxmıram, üzr istəyirəm. Heç kim gələcəkdən sığorta olunmuyor. Mən valideynlərimə ona görə qayğı göstərmirəm ki, onlar məni böyüdüb. Onlar məni bu cür böyüdüb, mən ona görə göstərirəm. İndi biz özümüzdən danışmırıq. Real bax, Əli ilə Cəlalədən danışırıq. Bax, gəlin belə danışaq. Əgər uşaqlardan söhbət gedirsə, diqqət edin. 5 ildir onlar ayrı yaşıyorlar, düzdür.